İnfarkt olmamaq üçün gündə neçə addım gəzmək lazımdır? Təkcə infarkt olmamaq üçün yox, elə digər orqanlarımıza, daxili orqanlarımıza gəzməyi sevir, tələb edir. Gün ərzində onların özünün də tələbatı var ki, neçə kilometr getməyə lazımdır. Təkcə ürəyə görə yox. Mən düşünürəm ki, hər biriniz gün ərzində azından yarım saat, 1 saat təmiz havada gəzməlisiniz, hərəkət etməlisiniz, həyatınızı aktivləşdirməlisiniz. Bax, ev şəraitində olanda yatmağımızda da, qidalanmağımızda, hər bir şeydə bir hiss edirik ki, gərginlik var. Amma təmiz havaya çıxırıq, təmiz havada olub, geri dönəndən sonra gör, nə qədər hiss edirik ki, həyatımızda bir dönüş var. Gündəlik 7-8 min addım gəzmək infarkt riskini azaldan minimal fiziki aktivlik hesab olunur. Bunu Rusiyalı reanimatoloq, psixoloq Mariya Krivega bildirib. Onun sözlərinə görə bu göstərici elmi əsaslara malikdir. Bu rəqəm gündə 10 min addım yeriməyin vacibliyi ilə bağlı məşhur mifdən fərqli olaraq elmi cəhətdən sübut olunub. Tibb baxımından sübuta əsaslanan faydalı fiziki aktivlik növləri qüvvədə qalır. Gəzinti, üzgüçülük, velosiped sürmə və ya digər idman növləri var ki, onlar mütləq istifadə olunmalıdır. Mənim üçün maraqlıdır. Biz qadınlar ən çox mətbəxlə belə otaqlar arasında qalırıq da. Maraqlıdır. Ev şəraitində necə bu addımları sayı 1000, 2000, 3000 etsək, bu bizim sağlamlığımıza dilim çaşdı. Təsir edə biləcəkmi? Elə qadınlara deyirəm, arada mətbəxdən çıxın, təmiz havada, təbiət qoynunda olun, nəşələnin, yəni əhvalınızı daha yuxarı qaldırın.